Hər vaxtınız xeyir dostlar, hər kəs salamlayıram. Bugünkü növbəti İlkin kompüter bilişləri dərsimizdə gördüyümüz bu desktopun, raboçi stoldu, iş masası, yəni gördüyümüz bu əsas səhifənin şəklini necə dəyişə bilərik, onu öyrənək. Başlayaq. Mausun sağ düyməsini tıklayaraq, burada personalizasiya var rus dilində. İngilis dilində personalization yazıla bilər. Buraya tıklayaraq kompüter ayarları gəlir. Yəni nastroyki. Burada istədiyimiz belə şəkil seçə bilərik. Çox asandır. İstədiyimiz bir şəkil bu Windows'un bizə verdiyi şəkillərdir və yaxud da ən son qoyduğumuz şəkil ola bilər. Məsələn, bu şəkili qoyduq. Çıxırıq, baxırıq ki, bu şəkil gəldi. Amma ola bilər ki, öz şəklimiz var. O şəkili qoya bilərik. Burada abzor deyilən bir yer var. Yəni review yazıla bilər ingilis dilində. Buraya girərək burada qovluqlar var. Məsələn, Zagruski Download qovluğunda təzə bir şəkil yüklədik. Onu qoymaq istəyirik. Məsələn, deyək ki, bu şəkli qoymaq istəyirik. Bu şəkildə 2 dəfə tıklayaraq baxırıq. Çıxırıq. Bura bir həmin şəklimiz buraya gəldi. Bu qədər dostlar, çox asan. Təşəkkür edirəm. Bugünkü qısa dərsimizdə bu qədər. Videomu bəyənməyi unutmayın. Gələn görüşlərə dək.